Bir daha salam dostlar, davam eləyək. Deməli nə idi dostlar? Filmdə qızımız deyir ki, bir məqam var. Orada nəcabətli insanların əksəriyyəti şərbəşərlikdən qurban gedir də. Bax, məsələn üçün, Maksimusun dostları var orada. Cubo, Hage, onlar düzdür, məhv olurlar. Sonra başqa dostlar da olur orada ki, onlar da həlak olurlar da. Yox, Cubo yox. O birilərdə Hage məsələn üçün. Proximo məsələn ləyaqətləri olan insan olur da, Maksimusa kömək eləmək istəyir. O da öldürülür. Məsələn, Maksimusun ailəsi öldürülür, məhv edilir. Həyatını itirirlər. Yəni, qəhrəman insanlar həyatlarını itirirlər. Bax, qızım deyir ki, bizə qalan nədir, burada bizə nə qalır? Dostundan ötürü canını qurban verənlərin və qəhrəmanların xatirəsini əlimizdən gəldiyi qədər unutmamaq qalır. İcazənizlə sevdiyim kişini bir məqamda da təmizə çıxarım. Başqa yerlərimin böyüklüyü kimi ruhumun da böyük olduğunu unutmamalısınız, xanımlar və cənablar. Hökümdarın qızı həbsxanada Maksimusla görüşəndə və onu xilas edəcəyindən söhbət çalanda artıq sevgisini də dolğunca biruzə verir və onlar öpüşürlər. Kimsə etiraz edə bilər ki, Maksimus əgər həyat yoldaşını sevirdisə, başqa qadınla necə öpüşə bilər ki? Baxın, bu cür münasibət məhdudluq və məşyanlıqdır. Maksimus həmişə sevəsi və seviləsi kişidir. Sevgi yalnız həqiqi insanlarla çiçəklənir. Xeyirxah və əzabkeş qəlb əziz xatirələri həmişə qoruyar və sevmədən qala bilməz. Və zənn edirəm ki, onun həyat yoldaşının ruhu da Maksimusun belə yarlı yaraşıqlı, məğrur, gözəl qəlbli xanım tərəfindən sevilməsindən məmnun qalardı. Egoizmindən kifayət qədər xilas olmuş sevgilər də vardır canlarım. Bax, mən də Maksimusu dərindən və zərif bir məhəbbətlə sevdiyimdən onu nə hökümdar qızına, nə də sevimli həyat yoldaşına qısqanıram. Kaş elə üçümüz birləşib, hərəmiz bir tərəfdən, hərəmiz bir bacarıqla, məharətlə, necə deyərlər, aşkla xalis hökümdarımızın qeydinə qalardıq, onu oxşardıq, nazlardıq, lap gücləndirərdik, lap ruhlandırardıq, dünyanın ən xoşbəxt kişisi edərdik. Maksimusun, bizim misilsiz hökümdar filosofumuzun məhəbbəti də buna müqabil olaraq bizim hamımızı, hərəmizi fərqli şəkillərdə xoşbəxt etməyə yetərdi. Tək ki, o sağ-salamat qalaydı, iradəsini, cismini və qəlbini yaydıqca yayaydı. Başımızın üstündən heç əskik olmayaydı. Həyat yalnız bircə zərif dalğalanmadan ibarət deyildir, bacışqalar. Və üstəlik, çox xahiş edirəm ki, fərdi-bədi aləmimə o vulqar fiziki dünyanızın zaman-zaman çox dözülməz olan qatılığını və bərkliyini qatmayasınız. Necə deyərlər, lütfən, o incidici, təhdid edici, kef pozucu, nəhəng raketləri, tankları, başqa dəmir dümürləri mənim zərif ruhumdan uzaq saxlayın. Qoyun bu qansız qadasız ruhlar aləmində özümü hər yanımdan, məni heydən sala-sala axdıqca axan şəffaf sevgilərə rahatlıqla buraxın. Rahatlıqla təslim edib, yəni belə yazayım. Bu yeri dostlar, nə olur? Oxucular istəyərlərsə, sadiq oxucular oxusunlar. Diqqətlə. Və buna çox şərh vermək istəmirəm. Yəni, burada nə deyir? Deyir ki, məsələn üçün, orada
sən Maksimus Lucilla ilə sevgili olur da bir müddət, düzdür, sona yaxın öpüşürlər falan. Sən deyir, onu qınaya bilərsənmi? Yəni, bunu Maksimusu qınaya bilərsən, Lucilla qınaya bilərsən, əslində qınaya bilməzsən. Əslində qınaya bilməzsən. Çünki o da təmiz sevgidir, orada da bir təmiz sevgi var. Təmiz sevgi var, orada da bir ləyaqətli qız var, xanım var, Lucilla. O faktor var, o faktor var. Buna çox şərh vermək istəmirəm, dostlar. Yəni, xalqızım demək istəyir ki, biz hamımız Maksimusu çox sevərdik və onu bəsləyərdik. Onu bəsləyərdik. Onun da məhəbbəti bizi xoşbəxt eləyərdi. Tək ki, o ölməyəydi, sağ qalaydı və iradəsini yayaydı, alicənab iradəsini yayaydı. Bu dünya bircə dalğalanmadan ibarət deyil. Burada çoxlu dalğalar var. Xanım onu deyir. Əlbəttə, dostlar, özü deyir də, bu ruhlar aləmidir. Qansız qadasız ruhlar aləmidir. Mən orada ideal bir dünyadayım. Orada öz ruhumu ifadə edirəm. Öz ruhumu ifadə edirəm. Və burada başqa detallar da var, dostlar. Şərh olunsa çox şey aparıb çıxardar. Çox şey aparıb çıxardar. Çox uzaqlara gedərsiniz. Əgər bunu şərh edərsinizsə, bu yerlər çox uzaqlara gedərsiniz. Kommod dünyaya nifrət edir. Buna görə də buradakı bütün gözəl və ali xassələrdən qisas alır. Maksimus kimi ülviyyətlə dolu fərdiyyətin və onun ailəsinin məhvinə bais olur. Bacısını təhdid edir, ölkəsinə hörmətsizlik gətirir, dövləti çöküşü aparır. Bu mənfiliklər bir daha Maksimusun zəhmətdən, sevgidən, təbiətdən sonsuz ləzzətlər alan həyatsevərliyi ilə, özünə yetərliliyi ilə, dolğun və zəngin mənəviyyatı ilə, qüvvətli, cumrah, məharətli, enerjili vücudu ilə, ali zəkası ilə, qəhrəmanə əməlləri ilə müqayisə edin. İşə bax ki, həyata heç bir yararı dəyməyən, dəyərsiz və miskin bir məxluqat, həyatın aliləşməsi üçün böyük əhəmiyyət daşıyan ucaman bir varlığı həyatdan məhrum etmək istəyir. Zaten hər qəbildən olan tiran dünyadakı gözəlliklərə nifrət edir və əslində dünyanı pis günə qoymaq istəyir. Hissiyatvari romantika içində işgüzar kəndlilərlə, qıvraq qoçaq atlarla, nazlı zəhmətkeş, şəfqət dolu xanımlarla, oynağan və səsküylü uşaqlarla, axar-baxarlı bağlarla, doyurucu təbi dadından doyulmaz, insanın möminvari tərəflərini bəsləyən pak nemətlərlə dolu kəndləri külə döndərir. Buranı da eləyəyim, dostlar? Şərh. Yox, elə oxunsa, oxucular başa düşəcəklər, dostlar. Anlaşılır olacaqlar üçün. Bir də məsələ var ki, bir məqam var, dostlar. Bu indi zehnimə gəlib. Həyatda, bu mətn içində deyirəm, o qədər səadət var ki, bir tərəfdən, kaş ki, o səadəti yaşamağımıza əngəl törətməsinlər. Nəysə, dostlar, bu məsələlərə dalarsa bir oxucu, nə zamansa mənim gerçək bir oxucum olarsa, nə zamansa, bu mətnə dalarlarsa, çox uzaqlara gedərlər. Çox şərh eləmək istəmirəm. Düzdür ki, dostlar, bir oxucu yetişdirmə məsələsi var da, mən demişəm, mən öz oxucumu yetişdirməklə məşğulam. Ən azından nəzərə baxımdan bundan məşğul olmuşam və hələ davam edirəm. Nə qədər imkanı varsa davam edəcəyəm də buna. Öz oxucumu yetişdirmək üçün. Çünki məsələn, bu yazdan, bu mətndən də göründüyü kimi nədir? Yəni, burada bir öz aləmi qurursan da sən. İnsan öz, mən baxışım belədir, öz aləmi bədi, ruhani
bədi, intellektual aləmini qurursan, ruhi və intellektual, mənəvi və intellektual aləmini qurursan. Mənim üçün ümumiyyətlə bədiyyat, fəlsəfiyyat belədir. Bundan ibarətdir, əsas etibarilə. Öz aləmini qurursan və dünyadan köçüb getsən, bu kimlərəsə çatırmı? Yəni bu bir kimlərə çatacaqmı? Bu böyük əhəmiyyət daşımır. Məsələn, mənə görə bu böyük əhəmiyyət daşımır. Bir yandan böyük əhəmiyyət daşımır, çatırsan. Digər yandan sənin üçün əhəmiyyətlidir. Başqa tərəfdən, yəni bütün ehtimalları nəzərə alarsansa, elə böyük əhəmiyyət daşımır. Təbiətin iradəsidir və sən o iradanı gerçəkləşdirirsən, özünün gücün müqabilində gerçəkləşdirirsən. Bu da belədir və bunun üçün oxucu olmalıdır. Yəni, sən oxucuların olmalıdır, düzdür və onu yetişdirmə yolu var. Mən, məsələn, bundan da sürəkli məşğul oluram. Öz aləmini qurmaq və öz oxucunu yetişdirməklə məşğul olmuşam. Məsələn, uzun illər məşğul olmuşam da bundan, imkanların müqabilində. Və hələ də məşğul olmaqdayım. İndi bu, belə deyək də, və imkanlar olduqca da məşğul olacağım da, bu zaten belə olmalıdır. Ona görə bu baxımdan müəyyən məqamları vurgulamaqda fayda var ki, oxucu nələrə diqqət etsin. Məsələn, biz bu barədə 20 saatdır ki, danışırıq, düzdür. O məsələyə toxunur. O, həmən oxucular varlarsa, olacaqlarsa, bu məsələlərə diqqət eləsələr, mətndən ləzzət alarlar. Bir tərəf ləzzət alarlar. Daha nə götürərlər, o ayrı məqam vardır. O həm də ayrı məqam vardır. Kommod qəlbinin dərinliyində Maksimusdan hər cəhətdən zəif olduğunu aşkar şəkildə bilir. Amma rəzil təbiətinin diktəsi ilə güya insanlar qarşısında əksini isbatlamaq istər və yenə də saxta qalibiyyət qazanmaq üçün hiləyə əl atır. Qəhrəmanla döyüşə çıxmazdan əvvəl onu bıçaqlayır ki, o qan itirsin və zəif düşsün. Üstəlik əmr verir ki, yarası kütlənin nəzərinə çarpmasın deyə gizlədilsin. Saxta yollarla qazanmağa ümid etdiyi qondurma qabiliyyətin bulanıq halda fərqində olduğu beyhudəliyi belə onu şər əməllərindən çəkindirmir. Deməli, doğrudan da xarakter islah olunmazdır. Bayağı natura, alicənab naturaya duyduğu həsəddən, paxıllıqdan, nifrətdən heç vaxt əl çəkmir. Hələ siz onun dırnaqarası mərhəmətinin sözlü təzahürünə fikir verin. Bacısına deyir ki, səni bağışlayacağam və sən mənə uşaq doğacaqsan. Beləliklə də nəslim yer üzərində hökmranlıq etməyə davam edəcək. Səncə mən rəhəmli deyiləm. Kommodun murdarlıqdan uzaq olan bircə dənə də olsun əməli, arzusu, istəyi yoxdur. Bu da şərhə çox açıqdır. Oxuyanlar biləcəklər. Nədir məsələ orada? O da çox gözəl, incə detallar var filmin oyunda dostlar. Bax, məsələn üçün, Kommod Maksimusla birbaşa üz-üzə gələ bilmir. Görürsünüz orada. Qalibiyyətini belə hilə ilə ələ keçirmək istəyir. Fikir verir. Onu bıçaqlayır. Əllərini bağlatdırır. Bıçaqlayır da onu. Yaralayır ki, qanı tirsin, zəifləsin. Sonra deyir, onu gizlədir, yaranı gizlədir deyir. Ki, biz çıxanda, döyüşəndə mən ona qalib gəlim. Zəifləsin, qalib gələ bilmir. Maksimus qalib gəlir. Amma qalibiyyətini hilə ilə ələ keçirmək istəyir. Özünü anladır. Heç vaxt əl çəkmir də, yəni alicənablığa duyduğu nifrətdən əl çəkmir Kommod. Axıra qədər əl çəkmir. Və gör nə deyir, onun mərhəmətində bax, deyir, bacısına deyir ki, səni bağışlayacağam, sən mənim üçün uşaq doğacaqsan. Və mən hökmranlıq eləyəcəyəm burada. Minillər boyunca, belə deyirdi, uzun illər boyunca hökmranlıq eləyəcəyəm. Səncə mən rəhəmli deyiləm? Rəhmi belə alçaqlıqdan yoxurluqda. Rəhmi. Zakirədən yoxurluqda. Sonra orada
orada bir məqam var. Bilir ki, məsələn üçün Komodorda qalibiyyət qazansa belə saxta qalibiyyət qazanacaq da. Dəxli yoxdur da, dəxli yoxdur. Əməlindən əl çəkmir. İstəyir ki, öldürsün Maximus. Qalib və qalib olduğunu göstərsin. Mərhəmətli belə necədir? Qəddar-cəsinə. Geri gəlmiş orada Joaquin Phoenix'in oyunu necə möhtəşəmdir, belə deyim, əməlində. Niyə? Çünki Maximus necə deyirəm, mərddir, görürsünüz orada. Hər tərəfli mərddir. Namərdlik isə ona hilə yolu ilə qalib gəlmək istəyir. Amma Komod bilir ki, nə olduğunu özü bilir də təklikdə. Orada Komod özü bilir də. Bu da ona bəsdir. Bu da ona bəsdir. Maximus da özü bilir nədir. Bu da ona bəsdir. Maximusun intiqamını aldıqdan sonra şəhid olması bir yandan məni mütəəssir etsə də digər yandan könlümü oxşayır. Demək ki, hər halda unudulmaz qəhrəmanım zəfər qazanmış olur və qəlbimi dözülməz olacaq əzablardan xilas edir və mən uca tanrılara inamımı hifz edirəm. Maximus düşmənini öldürdükdən sonra onun ailəsini qovuşduracaq cənnətə daxil ola-ola bu dünyada vətəninin taleyini layiqli kəslərə tapşırır. Məsur şəxslərdən sağ qalan dostlarını qladiatorlara azadlığa buraxmalarını xahiş edir və hökümdarın qızına da bildirir ki, indi onun övladı rahat ömür sürə bilər. Xarakter doğrudan da islah olunmazdır və böyük ruhlu, alicənab Maximus ömrünün sonuna qədər belə gözəl şəxsiyyət olaraq qalır. Belə bir kişiyə aşıq olduqdan sonra adam başqasına yenidən necə aşıq ola bilər ki? Əgər başqasına aşıq ola bilməsəm, kiminsə məni qınamaq haqqı olarmı? Sanmıram. Amma qadınam və bu dünyada ömür sürməyə məhkumam. Buna görə də sadəcə tək qalmayım deyə tələblərimə uyğun birinə münasibət üçün şans verə bilərdim. Məni anlayacağınıza ümid edirəm, bacışqalar. Bəlkə də nə zamansa Gladiator filmini yenidən və yenidən seyr etdikdən sonra təbiətin istəyi ilə, tapdığım yeni incəliklərlə, dərinliklərlə, ülviliklərlə görüşünüzə gələnəcən indilik sizinlə sağollaşıram. Xoşluqla və eşqlə qalın. Bay bay. Belə dostlar, bu qədər. Bu 23-cü video, 24-cü video. 24-cü videoda söhbəti bağlayırıq. Biz əsərimizdən artıq belə deyək, əsərimizi bitiririk də belə. Burada bitir dostlar. Bu qədər və son hissələri də biraz şərh edək və bəzi məqamları da vurğulayaq. Məsələ nədir dostlar? Son nə deyir? Deyir ki, Maximusda xarakter islah olunmazdır, düzdür. Təbii təmayül var da, bax, bizim təbii təmayülümüz nədirsə daxilimizdəki stixiya, o islah olunmazdır. Bizim əsas təməl xüsusiyyətlərimiz sona qədər eyni cür qalır, xarakter dəyişməzdir. Xanımız burada belə deyir, bu nöqtəyə nəzərdən çıxış edir və bunu Maximus əsərinin içindəki etik fəlsəfiliyə uyğun olaraq belə deyir. Çünki məsələn, Komod da dəyişmir sona qədər, Maximus da dəyişmir sona qədər. Maximus intiqamını alır, düşmənini öldürür, qəhrəmanca şəhid olur. Fəqət bundan öncə, cənnətə girməmişdən öncə, ailəsinə qovuşmamışdan öncə görün nə deyir? Dövlətini deyir, qoy Romaya nəcabətli insanlar başçılıq etsinlər
Mənim dostlarımı buraxın getsin. Azadlığa buraxın. Qulları azadlığa buraxın. Qladiatorları. Kim sağ qalıbsa. Xanım Lucilla'ya nə deyir? İndi övladın rahat ömür sürəcək. Onu da deyir. Yəni sona qədər böyük və gözəl insan olaraq qalır da, ölənə qədər belə qalır. Ölənə qədər belə qalır. Deyir, mən məsələn, əgər ona aşiq olmuşamsa, mənim qızım deyir, əgər bundan sonra başqa kiməsə aşiq olmasam, kimsə məni qınıyarmı? Qınıyarmı kimsə məni? Kimsə mənə deyə bilərmi ki, sən elə bir nəfərə aşiq oldun, da niyə başqasına aşiq olmadın? Heç kim məni qınamaz. Heç kimin belə bir haqqı olmaz. Olsa mən onları deyir, şey eləyərəm də. Belə də onlara, necə deyim, mənə qəribə gələr. Amma mən bu ideal dünyada yaşadığımı, bu ideal dünyadakı həsrətimi dilə gətirdimmi? Xanım deyir, qızımız deyir. Ürəyimi boşaltdımmı? Dərdimi bölüşdümmü? Aşık olduğum kişi tipindən bol-bol söhbət etdimmi? Mövqeyimi əsaslandırdımmı? Bütün o içimdəki idealı dilə gətirdimmi? Gətirdim. Amma qadınam və bu dünyada ömür sürməyə məhkumam. Bu dünyada. Buna görə də tək qalmayım deyə tələblərimə uyğun birinə münasibət üçün bir şans verəcəyəm. Məni yəqin ki anlayarsınız. Bildiniz necə? Axı bu qız ideal bir qəhrəmana aşıq olur. Bunun fərqindədir. Tamam deyir, ona aşıq olmuşam, amma mən bu dünyada yaşayıram da həm də. Bu dünyada məndən bir xüsusi qəhrəman da çıxmaz. Hara qədər qəhrəmanlıq edə bilərəm. İkincisi, qadınam da bu dünyada hökm sürməliyəm. Maksimumsa aşıq olsam da, əslində içimdən gələn, həssət duyduğum bir tipə aşıq olsam da, amma mən də ömür sürməliyəm də bu dünyada. Ona görə də ola bilər kiməsə, tələblərimə uyğun birinə, müəyyən qədər ürəyimə yatan birinə bir şans verərəm, onunla münasibət quraram, onunla bəlkə də bir ömür sürə bilərəm. Tək qalmayım da, qoy, tək qalmayım. Ümid edirəm ki, mənim başa düşərsiniz. Sağ olun, bay bay. Bəlkə nə zamansa, qızım deyir, qladiator haqqında başqa düşüncələrlə sizin görüşünüzə gələrəm. Ola bilər. Hələlik özünüzdən müğayət olun. Mən də əlavə edirəm. Bu qədər dostlar. Mən belə yəni ki, bütün bu saatlarla şərh elədiyimiz söhbət hamısı bu mətnin çərçivələri içində qalmalıdır. Mən burada yaratdığım xanımın nöqtə nəzərindən çıxış eləyərək bu söhbətləri elədim. Bu söhbətlər özləri də ayrıca bir mətin qaynağıdırlar əslində. Onlar da dururlar və yəqin ki, nə zamansa onları da bir başqa bir parodiyaya, bədi fəlsəfi parodiyaya çevirərəm. Belə. Buradakı və mən bu dediyim kimi öz oxucumu yaratmaqla məşğulam da. Mən bu davam edəcək. Yəni ki, mən bu fəaliyyətlə məşğul olduğum müddətcə davam edəcək öz oxucumu yaratmaq prosesi. Və burada öz oxucunu yaratmaq prosesi ilə bağlı bir məqamı da vurğulamaq istəyirəm dostlar. Mən məsələn bunu başqa heç bir yazımda daha bundan sonra çətin ki vurğulayım. Amma burada vurğulamaqda fayda var. Və bəlkə də bu hissəni nə zamansa bir yazı şəklində də verə bilərəm. Nə zamansa məhz bu məqamı. Amma indilik buna əsas etibarə toxunacağam. Bundan sonra mən buna çətin ki bir də toxunum. Nadir hallarda olurlar toxunum. Nəyə fikir vermək lazımdır dostlar? Bir məqama. Yaxşı oxucu nəyə fikir verməlidir həm də. Bax,
Əslində məsələni bir daha ciddiyə alan varsa, həqiqətən buradakı mövzunu nüfuz etmək istəyən varsa, çünki bu bəlli tərəfdən, məsələn, eşq, qəhrəmanəlik, sevgi məsələlərinin bağlanmasıdır. Yəni mən bunu bir yaratdığım xanımın nöqteyi nəzəri ilə bu məsələni bağlamışam. Əsaslı bölümü bağlanıb. Yəni eşq, sevgi, qəhrəmanlıq, şücaət və bilgəlik, hətta bilgəlik məsələlərini əsaslı bölümünü bir yandan bir iradə təzahürü tərəfindən bağlamışam. Burada bağlandı artıq bu mövzu. Və bu mövzunu bağlamaqla təməl bir məsələni bağlamışlar. Yəni öz aləmindədir, belə deyim, öz aləmində. Öz ruhi aləmində bağlamış olacağam. Və burada bir məqam var, ona da toxunmaq lazımdır. Bu baxımdan ciddi oxucum, mənim ciddi tamaşaçım bu videoya əvvəldən bir dəfə də baxa bilər. Yəni birinci hissədən Maksimusla bağlı, Maksimusun şərrinə adlı yazımın, mühazirəmin hamısına əvvəldən bir dəfə də baxa bilər. Yəni ümumiyyətlə belə bir şey var da, bir kitab dostlar, yaxşı bir kitab, yaxşı oxucu yenidən oxuyandır. Dəqiq belədir. Yəni bir dəfə oxumur. Amma məsələn bütün sən yaxşı kitablar götürün. Mən bu mənada demirəm, mən bu kitab baxımından demirəm, bu başqa məsələdir. Amma yəni ümumilikdə sən hər bir yaxşı kitab dəfələrlə oxunası kitabdır. Hətta bizim ömrümüz ona yetmir. Deyək ki 10 dənə yaxşı kitab var, sən onun hərəsini 5 dəfə oxusan, yəni ki ömür üçün çoxdur da bu əslində. Çoxlu oxunası kitablar var. Bu baxımdan ümumiyyətlə məsələn bu baxımdan yəni videoya dəfələrlə baxmaq olar. Yəni bu mühazirəyə birincidən indiyə qədər dəfələrlə baxmaq olar. Tamaşaçılar var, ciddi tamaşaçı, oxucu, yəni məsələni nüfuz etmək istəyən, məsələnin dərinliklərinə nüfuz etmək istəyən yenidən baxa bilər əvvəldən. Üstəlik axı biz şərh etməklə həm də başqa söhbətlərdə çıxartmışıq, başqa mövzular da ortaya çıxıb axı. O məsələlər də var da. Və dediyim kimi burada təməl bir bölüm, elə yəni ki öz yaratdığım xanımın mənəvi mədəniyyəti baxımından təməl mövzuların bir çoxu bağlanır burada. Sevgi, eşq, qəhrəmanlıq, şücaət, kişi idealı, xanım idealı, duyğu, hissiyat məsələləri, bir çox məhrəm məsələlər, könül işləri bir yandan bağlanılır burada. Ona görə bir dəfə də baxıla bilər. Əvvəldən tutmuş Maksimusun şərrinə mühazirəsinin əvvəldən birincidən indiki video qədər hamısına bir dəfə də baxıla bilər. Dəfələrlə hətta baxıla bilər. Fəqət burada bu öz yerində, fəqət burada bir məqama da yaxşı oxucu diqqət eləməlidir dostlar. Nədir o? Mütləq onu deyəcəyəm. Əslində bunu məsələn mən deməməliyəm. Nəyə görə deməməliyəm? Çünki dediyim kimi də bu məsələlər məsələn problematik məsələdir. Yəni belə deyək də, məsələn, sənin öyrəşdiyin bir qəlib olur da oxucu olaraq. Deyək ki, sən bir kitabı öyrəşmirsən, sən başqa bir orijinal müəllifin dünyasına girəndə sənə o çaşdırıb, sən qəlbinə uyğun gəlmir. Bir də bu problematik məsələdir. Məsələn, mən ən çox sevdiyim şeylərdən biridir. Bütün yazıçıları orijinal yazıçılar oxuyuram da, ancaq orijinal yazıçılar oxuyuram məsələn mən. Başqa yazıçıları oxumaq olar. Orijinal müəllifləri oxuyuram, belə deyək. Başqa yazıçıları oxuya bilərsən, yəni yoxlamaq üçün, təcrübə üçün və s. üçün. Amma təməl bilirsiniz nədir? Yəni bədiyyatda da, fəlsəfiyyatda da belə bir şey var. Ancaq orijinal dünya sənə ləzzət edir. Yəni bir insanın öz dünyası sənə ləzzət edir. Onun dünyada baxışı, şəxsi baxışı, vizyonu sənə ləzzət edir. Təfərrüatları, tapdığı təfərrüatlar, kəşfləri, varlığa baxaraq, hər hansı bir varlıq parçasına baxaraq oradan çıxartdığı material, yeni təravət
Məsələn, məndə bu belədir. Yəni mən ancaq və ancaq özgünlüyü olan yazıçıları ciddiyə alıram. Oxucu olaraq bu belədir. Özgünlüyü olmalıdır adamın. Mütləq. Kəşfində, baxışında, təsvirlərində, detallara enməsində, dərinliyində özünə məxsus baxışı olmalıdır. Yəni nə bilim, təqlid yox, nə bilim. Bunlar heç bir yoxdur. Birbaşa öz dünyası olan insanlar, yaradıcılar, məsələn, mən üçün maraqlıdırlar. Yeni aləm kəşf etmək baxımından. Düz aydın oldu. Bu baxımdan sən ona görə bu baxımdan mənim məsələn üçün aləmimdə yeniliklər olan aləm olduğu üçün, öz aləmim olduğu üçün onun oxucusunu mütləq yetişdirməlisən də sən. Yəni o başa düşmə, bu dünyanın qaydalarını ona başa sal. Ona anlatmağa lazımdır. Gərəklidir. O görə bununla da mütləq məşğul olmalı. Yəni bunu xahiş edirəm, belə necə deyirlər, küstaxlıq kimi görmür. Çox xahiş edirəm. Yəni nə belə deyək də əsasın var. Bunun üçün əsasın var. Bunu niyə elədiyinin əsasları var. Bu baxımdan bir məqama diqqət eləməyi çox istəyərdim. Oxucular, buradan bir məqama diqqət eləməlidirlər. Baxın, gəlin başdan baxaraq bir dənə məqama baxaq. Bax, biz indi oxuduq düzdür bunu. Bunu sən müxtəlif oxuyacaqsan. Bu bədiyyət kimi də oxuya bilərsən. Fəlsəfi parodiya kimi də oxuya bilərsən. Çox elmiyyat da var burada. Üçü də var. Və s. çox şaxalandı da, fikir verdi. Çox şaxalı bir mətn ortaya çıxdı. Yəni çox şey tapılar burada. Çox şey tapıla bilər. Fəqət burada əsas məqamlardan biri nəyə diqqət eləməlidir? Bax, oxucu nəyə diqqət eləməlidir? Bu mətndə nələr var? Gəlin sevimli sürətlərə baxaq. Əllə belə eləyirsən, sonra dağılıb gedirlər də oyunu. Sonra oyunu oyunu qurusan, nə deyərlər? Sonra belə eləyirsən, sürətlər dağılırlar da, belə deyək. Bu sevimli sürətlər nədir? Baxın, gəlin diqqət edin dostlar. Yenə diqqət edin. Mən bir söz deyəcəyim, baxın. Bu mətndə nələr var, dostlar? Bax, gəlin bir yada salaq. Başda indi baxaq. Sürətlər olaraq nə var? Hökümdar varmı? Var. Hökümdar tipi varmı? Var. Şər tipi varmı? Var. Təbiət təsviri varmı? Var. Heyvanların təsviri varmı? Var. Heyvan sürəti varmı? Var idi. İt var idi, düzdür? Sonra. Müğənni tipi varmı? Sürəti varmı? Var. Pəhləvan tipi sürəti varmı? Var. Aktyor sürəti varmı? Var. Ədəbiyyat varmı? Var. Etika varmı? Fəlsəfə varmı? Var. Parodiya şəklində var. Poeziya var idimi? Var idi. Film tamaşa dünyası varmı? Var. Sevən qadın varmı? Var. Sevgi varmı? Var. Dostluq varmı? Var. Gəlin, yavaş-yavaş gedək. Aşağıya. Azadlıq duyğusu varmı? Var. İndi onlar çox getməsəm, sürətlərdən danışıram, dostlar. Filosof varmı? Sürət olaraq? Var. Məsələn, Mark Aureli. Sonra. Rəssam tipi varmı? Var. Sonra. Süni intellekt məsələsindən toxunuldu mu? Toxunuldu. Yəni, burada göstərdi ki, bu yazı bir insanın yazısıdır. İnsan zəkasının ortaya çıxartdığı şeydir. İnsan zəkasının ortaya çıxartdığı mətnin altına biz çoxlu mətnlər çıxartdıq. Hələ bu da şaxalana bilər. Çox qatlı şəkildə də şaxalana bilər. Bu bir insanın yazdığı mətndir. İnsanın yazdığı mətndə süni intellekt də bir sürətə çevrilib. Buna diqqət eləməlidir. Yaxşı oxucu. Buna diqqət eləməlidir. Bu gün üçün yox. Həmişəlik üçün diqqət eləməlidir. Sonra nə var idi dostlar? Şəhvanilik var idi mi? Var idi. Romantika var idi mi? Var idi. Ruhi sevgi var idi mi? Var idi.
İdman məsələləri var idimi? Var idi. Gəl. Sıra. Dövlət məsələsi var idimi? Dövlətçilik məsələsi var idi? Var idi. Ailə dəyəri məsələsi var idimi? Var idi. İdeal məsələsi var idimi? Var idi. Həsrət var idimi? Əzab var idimi? Var idi. Sonra var idi dostlar. Tanrı məsələsi var idimi? Var idi. İnam məsələsi var idimi? Var idi. Mücadilə var idimi? Var idi. Həyat mübarizəsi var idimi? Var idi. Tiplər məsələsi var idimi? İnsan tipləri məsələsi var idi. Hamısı var idimi bunlar? Bu nədir? Bu mətin həm də dünyanın çox kiçik bir modelidir. Zəhəldir necə dostlar? Yaxşı oxucu buna da fikir verməlidir. Öz çapında bir sənət əsəri olaraq dünyanın həm də kiçik bir modelidir. Çünki dünya özü də bir sənət əsəridir. Öz çapında kiçik bir sənət əsəri. Dünya idi. Dünyanın modeli idi. Onun kölgələrindən biri idi. Buna da diqqət eləmək mühümdür dostlar. Bu qədər dostlar, söhbətimiz bitdi. Maksimusla bağlı, Maksimusun şəri ilə bağlı. Dediyim kimi, burada təzədən yenə də baxılası bir söhbətdir. Baxmaq yenə də olar. Əlbəttə, arzuya uyğun olaraq da, arzuya, tamaşaçının, oxucunun arzusuna uyğun olaraq baxıla bilər. Yenidən mövzular çıxıb. Yenidən oxunsa yenə də çoxlu mövzular ortaya çıxa bilər. Altında çoxlu qatlar var mətnin. Yaxşı, bu yazı niyə yazılmışdır? Ümumiyyətlə, və ya bu yazının daxil olacağı mətn, kitab niyə yazılır? Niyə ərsəyə gətirilir? Bunun xüsusi bir cavabı yoxdur. Bu, təbiətin iradəsidir. Təbiət danışmaq istəyir və məsələn, mən öz çapında mənim vasitəmlə danışmaq istəyib, mən onun ilhamın diktəsini yerinə yetirirəm. Onun mənə təsəvvür olaraq verdiyi o mənzərəni öz gücün müqabilində bir sənətə, fəlsəfi bədii sənətə çevirməyə can atmışam. Nə demək istəyirdin Rüstəm bu yazı ilə bir yerdə? Nə demək istəyirdimsə dedim. Nə demək istəyirdin? İndi əlbəttə özüm müqayisə eləmirəm dostlar. Amma Tolstoya bir sual verirlər ki, bir jurnalist, siz Anna Karenina kitabı ilə nə demək istəmişsiniz? O da deyir ki, mən bunu cavab verməzdim, gərək Anna Karenina kitabını əvvəldən axıra qədər sizə yenidən oxuyam. Bu da belə bir şeydir. İstərsən, bu da nə demək istəyirdin? Təbiət mənə nəyi dikt elədisə dedim. 22 saat ərzində mən Maksimus haqqında şəninə yazımın mühazirəsi ilə məşğul oldum, şərhi ilə məşğul oldum. Nə demək istəyirdin? Nə demişəmsə, hamısını demişəm. İndi ondan kimlə çıxaracaqsa çıxaracaq, kimlə götürəcəksə götürəcək, kimə necə təsir göstərəcəksə müxtəlif şəkillərdə göstərəcək. Gələcəyə doğru da kimə necə bir hiss verəcək. Onlar bundan nə götürəcəklər? Hər kəsə bu özünə uyğun şəkildə gerçəkləşəcək. Hər kəsdə bu özünə uyğun şəkildə gerçəkləşəcək. Cavabları özləri verəcəklər. Mənim cavabım isə bu idi. Söhbətim bunun cavabı idi. Dediyim kimi də həyatın mənası nədir? Həyatın mənası mənə görə sənətdir. Yəni həyatın, məsələn üçün, Rüstəm, həyatın mənası nədir sənin üçün? Məsələn, mənim üçün həyatın mənalarından biri budur, bu mətindir. Bu mətin həyatın mənalarından biridir, belə deyək. Bu məsələ bu şəkildədir. Bu da belə idi. Yəni, bunu Rüstəm, bunun danışların mənası nədir? Danışların mənası onun öz içindədir. Əslində, kim nə götürəcəksə götürəcəkdir. Məsələ belədir. Yəni, o ipə sapa yatmaz bir məsələdir. Ona bir qavramlaşdırıb deyə bilməzsən.
Gördünüz ki, nə qədər söhbət çıxdı, nə qədər məna çıxdı, nə qədər məzmun çıxdı. Bir dünyanın, daxili ruhi dünyanın ifadəsi idi ki, bu da təbiətin diktəsi ilə olur. Təbiətin diktəsi ilə olur. Yəni, necə ki, məsələn, bir gül çıxırsa, dəfələr dediyimiz kimi, necə ki, bir kəs başqasına aşiq olursa və bu barədə özünə hesabat verə bilmirsə ki, bu nədir? Necə ki, bir ana övlad dünyaya gətirmək istəyirsə, özünə hesabat verə bilmir ki, bu nədir? Necə ki, bir qaranquş yuva qurursa, necə ki, yer günəş ətrafında fırlanırsa, öz ətrafda fırlanırsa və bu barədə özünə hesabat vermirsə, bu da bu məsələ, bu baxımdan bir əsərdir, öz çapında bir əsərdir. Bundan sonraki mərhələ artıq oxucunun işidir və s. Oxucunun işidir və s. Mənim oxucumun işidir. Bu qədər dostlar. Özünüzdən müğayət olun. Bu söhbətimiz bitdi. İndi gələcəyə doğru dostlar, başqa söhbətlərimiz çox qalıb. Gələcəyə doğru imkanlar olduqca o söhbətlərə də davam edəcəyik. Hələ ki, bir neçə kitab ərsəyə gəlməlidir. Sağlıq olsun, tezliklə o kitablar ərsəyə gələrlər. Tezliklə o kitablar ərsəyə gələrlər. Bir neçə planım da var. Görək necə olur dostlar. Belə, özünüzdən müğayət olun, hələlik. Mənim bu qızımdan artıq yəqin ki, uzun müddət boyunca bu yaratdığım bu xanımdan ayrılıram dostlar, ayrılıram. Yəni, mən də onu qucaqlayıram və onu nə qədər çox istədiyimi ona deyirəm. Xəyali şəkildə. Gözlərindən də maç edirəm. Alnından da maç edirəm. Hələlik dostlar, özünüzdən müğayət olun. Bu dünyadan çıxıq, mənim dünyamdan çıxırıq. Yuxu şirin olsun. Qəşəng yuxular görəsiniz. Sevimli yuxular görəsiniz. Hələlik.